Fəride adlı bir qız oxucum mənə bayaq yazıb ki, kitabımı almaq üçün mənə müraciət edib. Deyir, Sahib bəy, mən sizin kitabınıza storylərinizdə oxucu rəylərini oxumuşam. Deyir, mən hələ heç bir yazıcı haqqında belə möhtəşəm oxucu rəyləri görməmişəm də. Yəni deyir, bu oxucularınız sizi necə sevir, sizin haqqınızda necə belə möhtəşəm rəylər var. Dünyada deyir, mən heç bir yazıcı haqqında belə rəylər görməmişəm. Deyir, bax, o rəylər məni təsirləndirdi, mənim kitabınızı almaq üçün sizə müraciət elədim. Həqiqətən də demək olar ki, ən belə Azərbaycanda ən çox reklam olunan yazıcı mən. Özü də pulsuz reklam olunuram. Məni insanlar, oxucularım kitabımı alırlar, həm də məni reklam edirlər. O möhtəşəm oxucu rəyləri ilə, elə storylərdən siz onu görürsünüz. Yəni, özümə də ləzzət edir həqiqətən də. O rəyləri görüb. Çünki çox möhtəşəm rəylərdir. Yəni, o rəyləri oxuyan indiyənə kimi elə bir insan olmayıb ki, o rəylərə rast gəlsin, mənim kitabımı almasın. Bu günləri bilirsiniz də, mən Azərbaycanda ən çox kitabı satılan yazıcıyam. Yəni, baxmayaraq ki, gəncəm, özü də yazıçılıq fəaliyyətim çox gəncdir həm də. Yəni, 2022-ci ildə cəmi 4 ildir yazıçılığa başlamışam və bu günləri Azərbaycanda 100 minlərlə satılan yeganə yazıcı mənim. Yəni, bu günləri xüsusən müəllimlərin, Azərbaycanda 120 min müəllim var. Ən azı 80 min müəllim mənim kitabımı alıbdır. Azərbaycanda 35 min həkim var. Ən azı 20 min həkim mənim kitabımı alıbdır. Tələbələr, Azərbaycanda tələbələrin əksəriyyəti mənim kitabımı alıblar. Çünki tələbələr üçün mənim əsərim var. Azərbaycanda universitetə girən insanların valideynləri tələbələrinə artıq iPhone almırlar. Birinci mənim Barlas kitabımı alırlar. Hekayə terapiya kitabımı alıb tələbə övladlarına hədiyyə edirlər. Həqiqətən də bu çox fenomenal bir hadisədir. Mən dünya yazıçılarını araşdırmışam ki, görüm belə bir ikinci bir praktika varmı, nümunə varmı? Demək olar ki, yoxdur. Yəni, məni kimi qısa zamanda kitabları çox satılsın, reklamsız, özü də baha qiymətə. Bu yoxdur. İndi inşallah mən bunun kitabını yazmışam. Bax, özümün o yazıçılıq uğurumun kitabını yazmışam. İnşallah yaxın zamanda o da satışa çıxacaq. Eyni zamanda özüm haqqında, bu yazıçılıq uğurum haqqında mən inşallah düşünürəm ki, bir film çəkilsin. Onun senarisi də artıq hazırdır. Çünki bu dünyada unikaldır da. Yəni, təsəvvür edin, Azərbaycanda cəmi 4 ilə 100 minlərlə kitab satmaq, elektron düzdür şəkildə mən kitablarımı satıram. Bu bilirsiniz, Azərbaycanda çox az ailə olar ki, mənim kitabımı almasın.